Deyəcəksiniz, Fatimə səhər tezdən nə olub buna? Əsəbləşmək istəmirəm. Demək ki, gündən qabaq mən Zümrüd xanımın verilişindəydim. Və həmin verilişdə mən xahiş etdim. Çox xahiş etdim ki, dəyərli müxbirlər, ümumiyyətcə dırnaq arası müxbirlərimiz də var ki, bunlar bəzilərinə, yəni sözümü demək istəyirəm ki, bəziləri. Yəni səhifə açırsınız, o reytingi çoxaltmaq üçün niyə bu qədər yəni sual vermək istəyirəm. Siz ümumiyyətcə insansınız. Siz necə insansınız? Axı mən xahiş etdim ki, o videonu paylaşanda komment yerini bağlayın. Bağlayın da, mən bilirəm də, yəni insanlar yazacaq nepanyatlı söhbətlər. Bu insanların ağzını yummaq olmur. Yəni mən bu günləri deyim ki, ay nə bilim falan kez, ay 5000 kez, niyə bunu yazdın, nə bilim neynədin? Yəni o bu cür düşünür. Yəni onun ağzını yummaq mümkün deyil də. Mən əsəb keçirtmirəm, mən heç o kommentləri də oxumuram. Vallahi oxumuram. Amma mənim övladlarım oxuyur. Və mənim övladlarım niyə görə sual verirəm? Niyə? Niyə sizə görə mənim uşaqlarım sizin kimi şərəfsiz insanlara görə əsəb keçirməlidir? Niyə? Sizin ümumiyyətcə evinizdən, ailənizdən, uşağınızdan, bacınızdan, qardaşınızdan xəbəri olmayan insanlarsınız. Yəni lazımsız, musursuz. Başa düşürsünüz? Lazımsız, musur olan insanlar bu günləri oturur, telefonun arxasında şirə dönür. Caga cuga yazır. Nə olur oyla? Nə olur? Sizə pul verirsə onu o şeyə görə. Bir dənə deyim onda bəlkə pul qazansınız da. Mən bilirəm axı bu pulsuzluqdandır. Siz pul qazansaz, sizin ümumiyyətcə işiniz, gücünüz, bir peşəniz olsa, siz orada yazmazsınız nəsə. Ya o, belə deyək də, o kuça olur da belə, kuça, musur kuçası. Musur kuçası da bilirəm də, o düşmənçiklər var. Onların musurlarıdır. Niyə burada mənim videomun altında qaytarırsınız ki? İçinizdəki negativi. Niyə? Niyə? Niyə bu cür fikirlərlə yaşayırsınız siz? Əl çəkin də. Nə istəyirsiniz? Kimin əlindən çörəyini almışam? Kimin əlini əlindən almışam? Kimə həyatda pislik eləmişəm? Bir dənə deyin. Başımı salmışam aşağı. Öz həyatımı yaşayıram. Övladlarımı böyüdürəm. Belə pişmas. Artıq nəvələrimi böyüdürəm. Nəvələrim var. Nə istəyirsiniz? Nəyi vermişsiniz, ala bilmirsiniz? Bir də mən deyin. Sual vermək istəyirəm. Yəni mənim bu günləri övladlarım niyə görə mənə görə utanmalıdırlar ki? Onlar mənə fəxr edirlər. Çünki onları zəhmətlə, əziyyətlə, pozğunçuluqla yox. Mən pozğunçuluqla övlad böyütməmişəm. Ay şərəfsizlər. Pozğunlar qalıb kənarda. Onları görmürsünüz, körsünüz. Görürsünüz, yenə də istədiniz də məni özümdən çıxartmaq və çıxartdınız. Əl çəkin də. Danışmırsan. Ağını çıxartmışsınız. Bəsdirin də. Qoyun cəmaat həyatını yaşasınlar da.